Salam hörmətli izləyicilər, siz Azi Xəbərin növbəti buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Oktyabrın 27-sində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektron sənəd dövriyyəsi və sənədləşmə qaydalarında müasir yanaşmalar mövzusunda təlim keçirilib. Təlim universitetin ümumi şöbəsinin aparıcı mütəxəssisi Halə Əzimzadə tərəfindən aparılıb. Təlimdə elektron sənəd dövriyyəsinin təşkilində müasir yanaşmalar, rəqəmsal idarəetmə proseslərinin səmərəliliyinin artırılması və sənədləşmə qaydalarında tətbiq olunan yeni üsullar barədə ətraflı məlumat verilib. Oktyabrın 26-sında tələbələr arasında keçirilən Zəfər şahmat turnirində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yığma komandası uğurla çıxış edərək qalib olub. Turnir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və digər qurumların birgə təşkilatçılığı ilə baş tutub. Kişilər komandasının kapitanı İqtisadiyyat və Menecment Fakültəsinin tələbələri Emin Fətullayev, qadınlar komandasının kapitanı isə Suraya Ağayeva olub. Yarışın nəticələrinə əsasən qadınlar arasında birinci yeri qadınlardan ibarət komandamız 5 universitetə qarşı oyunlarda inamlı qələbə qazanaraq finala yüksəlib. Hər iki komandanın uğurlu çıxışı universitetimizin şahmat sahəsindəki gücünü bir daha nümayiş etdirib. Qeyd edək ki, yarışda 14 ali təhsil müəssisəsindən kişi və qadınlar ayrı-ayrı olmaqla ümumilikdə 28 komandada iştirak ediblər. Qalib komandalar kubok, medal, fəxri fərmanla təltif olunub. Hədiyyələr verilib. Kapitanlarımızı və komandaları təbrik edir, yeni uğurlar arzuluyuruq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiya Fakültəsinin üzvü maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının müdiri professor Fariz Əmirli Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində dəvətli professor statusunda fəaliyyət göstərib. Səfər çərçivəsində professor Fariz Əmirli kimya mühəndisliyi ixtisasında təhsil alan tələbələrə mühazirələr oxuyub, seminar dərslərində iştirak edib və elmi müzakirələr aparılıb. Bununla yanaşı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Ege Universiteti arasında mövcud əlaqələrin genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi və akademik əməkdaşlığın dəqiqləşdirilməsi istiqamətində görüşlər keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Mühəndislər Birliyinin və Məzunlarla İş və Karyera Mərkəzinin təşkilatçılığı ilə dünyanın aparıcı neft-qaz şirkətlərindən biri olan Baker Hughes şirkətinin nümayəndələrinin iştirakı ilə Career Day sessiyası keçirilib. Sessiyada iştirakçılara şirkətin tarixi, fəaliyyət istiqamətləri və texnoloji innovasiyalar sahəsində həyata keçirdiyi layihələr barədə təqdimat nümayiş etdirilib. Nümayəndələr tələbələri maraqlandıran sualları cavablandırıblar. Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyasında aktiv iştirak edən və suallara düzgün cavab verən tələbələrə Baker Hughes şirkəti tərəfindən xatirə hədiyyələri təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan dilində MBA proqramı çərçivəsində dinləyici tələbələri üçün xüsusi dərs günü təşkil olunub. Tədbirin qonaq spikeri Gənclər və İdman naziri Fərid Qayıbov olub. Qonaq mühazirəsi zamanı nazir, liderlik, komanda işi və gənclərin cəmiyyətdə fəal vətəndaş mövqeyinin əhəmiyyəti kimi mövzulara toxunub. Fərid Qayıbov idarəçilik və idman sahəsindəki zəngin təcrübəsini tələbələrlə bölüşüb. Peşəkar inkişafla bağlı real nümunələr və dəyərli tövsiyələr təqdim edib. Görüş interaktiv formatda keçib. Tələbələr nazirə suallar ünvanlayaraq şəxsi maraq və peşə yönümlü məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Pristak Akademi tərəfindən təşkil olunan IT təhsili infosessiyası baş tutub. İnfosessiyada iştirakçılara təqaüdlə təhsil imkanları, IT sahəsində karyera perspektivləri və istehsalatda mütəxəssis çatışmazlığı haqqında ətraflı məlumat verilib. Tələbələr üçün gələcək iş imkanları müzakirə edilib. Qeyd edək ki, tədbirin əsas məqsədi tələbələrimizi IT sahəsində karyera imkanları ilə tanış etmək, peer-to-peer öyrənmə metodikası və layihə əsaslı təhsil imkanlarını təqdim etmək, həmçinin real layihələrdə iştirak və işə düzəlmə perspektivlərini göstərmək idi.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində illik tədbirlər planına uyğun olaraq fövqəladə hadisələrə hazırlıq və belə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin təşkili mövzusunda xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşqin məqsədi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsini, idarəetmə və xəbərdarlıq sisteminin işləkliyini, həmçinin dinc dövrü üçün mülki müdafiə planının gerçəkliyini yoxlamaq olub. Tədbirdə universitetin rəhbər heyəti, mülki müdafiə qüvvələri, fakültə və struktur bölmələrin nümayəndələri iştirak ediblər. Xəbərdarlıq məşqində universitetin 2 saylı tələbə poliklinikasının həkim və tibb personalı da fəal iştirak edib. Məşq zamanı müəyyən edilən nöqsanlar yerində aradan qaldırılıb. Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən Regional Universitet Sənaye Birliyi Samiti 2025 çərçivəsində ali təhsil müəssisələrinin dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə karyera sərgisi təşkil olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları Elnur Hadiyev və Eldar Babayev tədbirdə iştirak edərək universiteti təmsil ediblər. Karyera sərgisi zamanı universitetimizin stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, samitin məqsədinə uyğun olaraq keçirilən bu interaktiv görüşlər tələbə və magistrantların real biznes mühiti, innovativ idarəetmə, karyera və planlaşdırması və yaşıl inkişaf istiqamətləri barədə biliklərini artırmağa yönəlib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Idealize inkubasiya proqramının növbəti modulu, biznes plan və biznes model mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara biznes model kanvası, dəyər təklifi, müştəri segmentləri, gəlir modelləri və customer development yanaşması haqqında ətraflı məlumat verilib. Komandalar öz ideyalarına uyğun biznes modelini hazırlamağı öyrənib və praktiki tapşırıqlar vasitəsilə bu bilikləri tətbiq ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələr üçün non-destructive testing mövzusunda mühazirə keçirilib. Mühazirə SKS şirkətinin inspektoru Tural Səfərov tərəfindən aparılıb. O mövzu barədə tələbələrə ətraflı məlumat verərək NDT üsullarının sənaye sahəsində tətbiqi, bu üsulların materiallara zərər vermədən yoxlanılmasında əhəmiyyəti və müasir texnologiyaların rolu haqqında danışıb. Mühazirə tələbələrin peşəkar biliklərinin artırılması və gələcək ixtisas fəaliyyətlərində tətbiq olunan biləcəyi bacarıqların formalaşdırılması baxımından maraqla qarşılanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən Aziya Akademiyanın və Universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə əməkdaşlar üçün vaxtın idarə edilməsi mövzusunda seminar keçirilib. Seminarı İnsan Resursları üzrə tanınmış mütəxəssis Fazilə Əskərova aparıb. Seminar zamanı iştirakçılara iş mühitində vaxtın idarə olunması, planlaşdırma vərdişlərinin formalaşdırılması, prioritet və ikinci dərəcəli işlərin fərqləndirilməsi kimi mövzular barədə ətraflı məlumat verilib. Seminarda həmçinin müasir texnologiyaların zamanın idarə edilməsindəki roluna toxunulub. Seminar interaktiv şəkildə keçib. İştirakçılar vaxt idarəçiliyi ilə bağlı qarşılaşdıqları çətinliklər və şəxsi təcrübələrini bölüşərək mütəxəssislə fikir mübadiləsi aparıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən Idealize inkubasiya proqramı çərçivəsində marketinq, bazar təhlili və araşdırması mövzusuna həsr olunmuş təlim keçirilib. Təlim Paşabankın Pərakəndə Bankçılıq Departamentində birbaşa satış və təhlil üzrə mütəxəssisi Şəhla Alxanzadə tərəfindən aparılıb. Sessiya zamanı iştirakçılar bazar təhlili, rəqib araşdırması, müştəri dəyər təklifi, marketinq, satış kanalları, eləcə də sosial media və PR strategiyaları barədə praktiki biliklər əldə ediblər. Sessiya ərzində iştirakçılar həm nəzəri biliklər, həm də praktiki nümunələr üzərində müzakirələr aparıblar. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.